Sabah, yəni martın 28-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilir. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısa müddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə su basma halları istisna olunmur. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi, gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9 dərəcə isti, gündüz 10-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 748 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət 90-95% təşkil edəcək. Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yağıntıların şərq rayonlarında güclü olacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlanma ehtimalı var.